Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər, əziz tarix sevərlər. Deməli, bugün biz ümumi tarixdən Qədim Misir mövzusundan başlayırıq və Qədim Misir mövzusu haqqında demək olar ki, bütün məlumatlar bizə tanışdır. Ona görə də çalışacağıq ki, adətən işıqlandırılmamış məqamlar barədə sizə suallar təqdim edək. Bəzi yerləri işıqlandıraq, yəni nəzərdən qaçan şeylərə diqqət edək və sizə vaxtaşırı, yəni gedişatda verdiyim sualların cavablarını yorumlarda qeyd edirsiniz. Hansı anda görürsünüzsə, yəni hansı dəqiqədə, o dəqiqədə də yoruma qeyd edirik. Deməli, gördüyümüz kimi baxdığımız ərazi Misir ərazisidir. Misir ərazisi bildiyimiz kimi əvvəllər burada 40-a yaxın kiçik dövlət yaranmışdı. Bu dövlətlər mübarizə apardı, suvarma kanalları, otlaq sahələri uğrunda toqquşmalar, sonda yuxarı və aşağı Misir padşahlığının yaranması ilə nəticələnirdi. Bəs onlar arasındakı mübarizə nədən ibarət idi? Nə üstündə idi? Misri vahid dövlət halında birləşdirmək uğrunda mübarizə idi. Bu mübarizədə bildiyimiz kimi yuxarı Misir qələbə çaldı, qalib gəldi. Yaxşı, yuxarı Misir deməli, bir dəqiqə. Deməli, yuxarı Misir aşağıda yerləşir. Amma aşağı Misir yuxarıda. Bu nə ilə bağlıdır? Çünki Nil çayı cənubdan şimala doğru axır. Ona görə. Nil çayının axarına görə belə adlandırılıb. Nil çayı aşağıdan yuxarıya, yəni cənubdan şimala doğru axır, Aralıq dənizinə tökülür. Ona görə onun başladığı nöqtə yuxarı Misir və həmçinin deməli, yuxarı Misir və cənubi Misir adlanır. Onun gedib belə deyək, Aralıq dənizinə töküldüyü hissə, artıq qutaracağı yaxın hissələr isə adlanır, deməli, aşağı Misir və yaxud da şimali Misir. Yəni biz yuxarı hissəyə burada əksinə olaraq cənubi Misir, aşağı hissəyə isə şimali Misir deyəcəyik. Bildiyimiz kimi eradan əvvəl 4-cü minilliyin sonunda vahid Misir dövləti yaranarkən Misirin paytaxtı bax burada yerləşən, deməli, bir dəqiqə. Aha, burada yerləşən bu Memfis şəhəridir. Bax, görürük ki, aşağı Misirdə yerləşən, deməli, Memfis şəhəri paytaxt olmuşdur. Misirin ən qüdrətli dövrü eradan əvvəl 4-cü minilliyin sonları idimi? Xeyr. Bəs söhbət nə vaxtdan gedir? Eradan əvvəl 2-ci minilliyin ortalarından gedir. 2-ci minilliyin ortaları Misir özünün ən qüdrətli dövrünü yaşayırdı, ən güclü dövrünü yaşayırdı. Bəs deyə bilərik ki, kim idi bu dövrün fironları? 1-ci Tutmos, 3-cü Tutmos barədə danışacağıq əvvəl, sonra 2-ci Ramzes barədə. Bəs siz yorumlarda qeyd edin görə ilk dəfə hansı fironun dövründə Fələstin və Suriyanı idarə etmək üçün canişinlər təyin olunmuşdu? Bunu yorumlarda qeyd edirik. Yaxşı, hansı Misir fironunun dövründə suvarma sistemləri yenidən quruldu? Həmçinin geniş quruculuq işləri aparılmışdı. Söhbət hansı firondan gedir? Yorumlarda qeyd edirik. Sonra yorumlarda qeyd edirik görək, Misirdə bildiyimiz kimi təhsil məbəd məktəblərdə həyata keçirilirdi. Bu məbəd məktəblərdə kimlər müəllimlik eləyirdilər? Bunu da qeyd edirik. Yorumlarda, yəni yazırıq, rəylərdə görək hansı məbəd məktəblərdə hansı təbəqələr müəllimlik eləyirdilər. Deməli, biz danışacağıq Misirin mübarizəsindən, mübarizələrindən. Bildiyimiz kimi bu mübarizələr bu ərazidə yerləşən dövlətlər ələ keçirmək uğrunda idi. Suriya, deməli, Fələstini, həmçinin bu hissələrdə olan Finikiyanı, bax bu hissələrdə olan Finikiya, hamısı Aralıq dənizinin şərqində yerləşən ölkələrdir. Və Misir gördüyümüz kimi buradadır, özündən yuxarı hissələrə doğru hərəkət edir və oranı ələ keçirmək uğrunda mübarizə aparırdı və buna nail olmuşdu. İlk dəfə kimin dövründə deyirdik ki, Misirin şimal sərhədləri Fərat çayına çatırdı, yəni bu hissəyə, Fərat çayı bu hissədədir, bax şimal sərhəd gedib bura çatacaq. Söhbət hansı firondan gedir? Qeyd edirik yorumda. Sonra, deməli, Suriya uğrunda mübarizədən gedirdi söhbət. Şimali Suriya, deməli, Hetlərdə qalırdı. Suriyanı 2 hissəyə bölsək, bu hissə, Şimali Suriya qalacaq Hetlərdə. Hetlərin ərazisini göstərsək, bu Kiçik Asiyadır. Bax, bu hissədir. İndiki Türkiyədə olan Anadolu hissəsi. Kiçik Asiya, bura Hetlərin dövləti idi. Şimali Suriya qalacaq Hetlərdə, onlara yaxın hissə. Cənubi Suriya isə Misrə düşəcək.
söhbət Kadeş müqaviləsindən gedirdi. Fələstin və Finikiya bu müqaviləyə görə, yəni bu hissədə də Finikiya var, burada Fələstindir və bu ərazilər də bildiyimiz kimi qalacaq Misirin hakimiyyəti altında. Zərbə qüvvəsi kimi bu müharibədə əsas zərbə qüvvəsi döyüş arabaları idi. Digər xırda məqamlara deməli vaxt aparmaq istəmirəm, çünki bu məqamlar hamımıza artıq çox yaxşı məlumdur. Sonra Misirin demişdik ki, müstəqil dövlətçiliyinə eradan əvvəl 525-ci ildə həmən hökmdarı 2-ci Kambizin Pelusiya döyüşündə Misri məğlub etməsi ilə son qoyulub. Makedoniyalı İskəndər isə eradan əvvəl 332-ci ildə Misri müqaviməsiz tutmuşdu. Eradan əvvəl 30-cu ildə isə Misir artıq Romanın əyalətinə çevrilmişdi. Misri və Şumerin ilk yazıları oxşar olarmı? Yorumlarda qeyd edirik. Bu söhbət hansı yazılardan gedir? Sonra yorumlarda yenə yazırıq rəylərdə. Misirdə, Misir yazısı, yəni Misirin ilk yazısı, şəkli yazı 4-cü minilliyin sonu. Eradan əvvəl 4-cü minilliyin sonu yoxsa əvvəlləri yaranmışdı? Hansı cavablar düz olsa mən onları like eləyəcəm, bəyənəcəm və sizə düz səhv olduğunu müəyyən eləyəcəksiniz. Sonra Misirdə deməli bildiyimiz kimi məbəd məktəblər fəaliyyət göstərirdi. Kimlər müəllimlik etdiklərini siz yazacaqsınız. Həm Misirlər, həm Şumerlər astronomiya sahəsində bəzi bilgiləri, əldə etdikləri nailiyyətlər oxşar idi. Məsələn, günəş ay tutulmasının vaxtını hər ikisi dəqiq bilirdilər. Misirdə günəş saatı yaranmışdı. Ulduzlu göyün xəritəsini tərtib eləmişdilər. Bundan başqa ili bölürdülər 12 aya, 365 günə, amma hər ay 30 gündən ibarət idi. Sonra da 5 gün əlavə edib həmin günləri özləri üçün bayram qeyd edirdilər. Sadə cərrahi əməliyyatlar aparırdılar. Bu mumyalanmağın belə deyək aparılması ilə bağlıdır ki, insan daxili aləmi daha yaxşı öyrənilmişdi. Üçbucaq, dairə, trapesiyanın sahəsini də hesablamağı bacarırdılar. Bildiyimiz kimi Misirin baş tanrısı Amon idi. Fironun da havadarı hesab olunurdu. Misirin deməli baş tanrısı və Fironun havadarı hesab olunurdu. Siz rəylərdə qeyd edirsiniz görək, Misir incəsənətində əsas yeri hansı iki sahə tuturdu? Hansı iki sahə tuturdu? Bunu qeyd eləyəcək. Sonra qeyd eləyəcəksiniz ki, fironları elə ilk başdan tikilən piramidalar deyə bilərikmi ki, ilk başdan piramidalar, yəni ilk dəfə belə deyək, elə piramidalar daşdan tikilirdi. Bu doğru fikirdirmi? Biraz da fikri dəqiqləşdirək. Misirdə fironlara tikilən piramidalar ilk dəfə kərpicdən yoxsa daşdan tikilmişdi. Yəni Firon Djoserin piramidası deyə bilərikmi ki, biz ilk piramida hesab olunur. Bu doğru məlumatdırmı? Bunu araşdıracağıq. Yoxsa əvvəllər də piramidalar olub, amma başqa materialdan. Ümumiyyətlə, bu mövzu barədə öz qeydinizi yazarsınız, yəni fikrinizi aydınlaşdırarsınız. Gəlsək iki çay arası ərazisinə, söhbət təbii ki, iki çay arasında burada da baxa bilərik. Söhbət gedir bu ərazidən. İki çay arası bildiyimiz kimi Fərat və Dəclə çaylarından söhbət gedir. Deməli, buradakı dövlətlərin ardıcıllığını bilməkdən ötürü adətən bir dənə deməli koddan istifadə edirdik. A, B, Ş. Akkad, sonra Babil, bir də Şumerlərdir. Aşağıda da Şumerlər. Özümüzə aydınlaşdırmaq üçün belə yadda saxlaya bilərik. Aha, baxaq görək. Deməli, bildiyimiz kimi bu ərazi həm də bərəkətli Aypara deyilirdi, çox münbit idi. Həm Misir ərazisində yaşayanlar, həm Mesopotamiyada yaşayan qədim xalqlar müxtəlif bəndlər çəkirdilər. Çünki burada tez-tez daşqınlar baş verirdi. Deyə bilərik ki, Mesopotamiyada yaşayanların, daha doğrusu Şumerlərin adları ilə bağlı bir çox yeniliklər var idi. Duluz çarxı, ilk yazılı qanunlar, sonra deməli memarlıqda tağ üsulundan, nə bilim, ilk dəfə tunca alətləri, təkərdən istifadə eləmişdilər. Həmçinin ilk dəfə yazı mədəniyyəti yaradanlardan biri də Şumerlər idi və həmçinin bir çox ilkləri qeyd eləyə bilərik. Şumerlərin əlaqə saxladığı, ticarət əlaqələri saxladığı ərazilər var idi. Deməli, onlar
quru yolla Aralıq dənizinin şərqi ilə, dəniz yolu isə deməli Hindistanla əlaqələr saxlayırdılar. Hindistana gedə bilirdilər dəniz yolu ilə. Digər şeylər bizə demək olar ki, hamımıza Şumerlər barədə məlumdur. Yaxşı, siz yorumlarda qeyd eləyin görək, Şumerlərdə hərbi başçıların hökmdara çevrilməsinin səbəbi nə ola bilər? Məhz nəyin nəticəsində nə baş verdi ki, hərbi başçılar hökmdara çevrildi? Ümumiyyətlə, Şumerlərdə ilk əvvəl xalq toplantılarında başçı seçilirdi, o müxtəlif işlərə rəhbərlik eləyirdi. Həmçinin bildiyimiz kimi, deməli, şəhərləri kahinlər idarə eləyirdi. Əvvəllər məbəd kahinləri və bu kahinlər də tanrıların adından idarə etdiklərini əhaliyə təlqin eləyirdilər, inandırırdılar. Bu da teokratik idarə etmə quruluşu idi. Və burada bildiyimiz kimi bizim Aratta dövlətinə də sirayət eləyən En adlanan deməli bir vəzifə var idi. Hansı ki, kahin bu vəzifəni belə deyək daşıyırdı. En vəzifəsini sorular Ensi vəzifəsi yarandı və artıq Ensi vəzifəsi müəyyən işləri öz əlində cəmləşdirmişdi. Ensi vəzifəsini daşıyan şəxs. Məsələn, məbəd işlərini, nə bilim, suvarma falan bəzi işləri. Sonralar isə hərbi başçı yarandı, Luqal yarandı. Və Luqal artıq zaman keçdikcə Ensi vəzifəsini ələ keçirdi, hakimiyyəti başladı irsən övladlarına ötürməyə, artıq deməli monarxiya tipli bir idarə etmə quruluşu Şumerlərdə yarandı. Yaxşı, deyə bilərik ki, bu iki çay arasını ilk dəfə vahid dövlətdə birləşdirənlər kimlər idi? Bildiyimiz kimi bu deməli Şumerlərdən şimalda yaşayan Akkadların başçısı, Şumerlərdən şimalda yaşayan Akkadların başçısı olan Sarqon idi ki, ilk dəfə Mesopotamiyanın həm şimalı, həm də cənubu üzərində tam nəzarəti ələ keçirdi. Yaxşı, Akkad dövlətini hansı dövlət süquta uğratmışdı? Yorumlarda yazın görək. Akkad dövləti nə vaxt və hansı dövlət tərəfindən süquta uğramışdı? Akkad dövləti eradan əvvəl 24-cü əsrdə bildiyimiz kimi yaranmışdı. Və deməli, Akkad dövləti süquta uğrayandan sonra bir müddət onları süquta uğradan xalqlar, onları siz qeyd eləyəcəksiniz, hansı xalq idi? Mesopotamiyada ağalıq eləyirlər. Mesopotamiyada onların hakimiyyətinə son qoyulandan sonra yenə Şumer şəhər dövlətləri müharibələr aparıb zəifləyir. Eradan əvvəl 3-cü minilliyin sonunda tamamilə müstəqilliklərini itirirlər. Sonra yenə yorumlarda yazırıq. Şumerlərin qonşu ölkələrlə ticarət əlaqələrin genişlənməsinə nə imkan yaratmışdı? Məhz hansı amillərin, hansı sahələrin inkişafı Şumerlərin qonşu ölkələrlə ticarət əlaqələrinin genişlənməsinə, artmasına şərait yaratmışdı? Məntiqlə də tapa bilərik ki, hansı ki bunun nəticəsində mədəniyyətlər arası da əlaqələr, qarşılıqlı əlaqələr yaranmışdı və bir çox xalqlar Şumerlərin mədəniyyətini mənimsəmişdilər. Aha, sonra qeyd eləyək yorumlarda görə Şumerlərdə əsas tikinti materialı kimi nədən istifadə olunurdu? Daş, çiy, kərpic, möhrə, bunların hansı idi? Sonra yorumlarda yazaq, əhalinin əsas hissəsini hansı təbəqə tuturdu? Kimlər tuturdu? Söhbət Mesopotamiyadan gedir təbii ki, Mesopotamiyadan. Hansı təbəqələr tuturdu? Kəndlilər, yoxsa sənətkarlar? Bunu təyin edirik. Ümumiyyətlə, hansı təbəqə çoxluq təşkil edirdi. Sonra yorumlarda yazırıq. Şumerlərdə əhalinin təbəqələşməsi mövcud idi. Bu təbəqələşmədə ikinci yerdə kimlər dayanırdı? Təbəqələşmənin ikinci hissəsində 3 təbəqəyə bölünürdü. İkinci hissədə kimlər təmsil olunurdu? Aha, 60-la bağlı olan bütün ilklər, ümumiyyətlə 60-la bağlı olan bütün şeyləri Şumerlərin adı ilə bağlayırdıq. Deməli, dairəni 360 dərəcəyə bölmüşdülər. Saatın 60 dəqiqə olmağını müəyyənləşdirmişdilər. 60-lıq sistem yaratmışdılar, hesablama sistemi. Bunlar hamısı onların adı ilə bağlı idi. Ulduzların xəritəsini demişdik ki, Misirlərə məlum idi. Bürclərin qrafikini tərtib eləyən isə deməli Şumerlər idi. Sonra deməli məbəd məktəblər demişdik, harda fəaliyyət göstərirdi? Bu Misir idi. Bəs məktəbin atası adlanan ustad başçılıq eləyirdi. Deməli, hansı ki məktəblərə bu harda idi? Bu artıq Şumerlərdə olacaq. Şagirdlər də məktəbin oğulları adlanırdı.
Yaxşı, siz yorumlarda qeyd eləyin. Bax, bugünkü kimi demək olar, dimin topluları kimi toplular, məsələn, misal topluları tərtib olunmuşdur. Şumerlər yoxsa Misirlər tərəfindən? Aha, bizə lazım olan, deməli, məlumatlardan biri də eradan əvvəl 2-ci minillikdə müxtəlif dillərə tərcümə olunan Gilgameş haqqında dastandır. Bu da suallarda istifadə olunur, hansı ki, deməli, müxtəlif dillərə eradan əvvəl 2-ci minillikdə tərcümə olunmuşdu. Dedik ki, Misirlərin baş tanrısı Amon idi. Şumerlərdə isə baş tanrı An hesab olunurdu. Həmçinin İnnanna əsas ilahə idi, bir də bərəkət tanrısı idi. Bizim erkən dövlətlərimizdən hansında da İnnannaya sitayiş olunurdu. Yorumlarda yazırıq. Sonra yorumlarda başqa qeyd edəcəyik, görək. Şumerlərdə əsasən deməli hansı tikillər üstün yer tuturdu? Hansı cür tikillər geniş yayılmışdı? Bunu qeyd edirik. Sonra deməli bildiyimiz kimi bölsək eradan əvvəl 4-cü minillikdə Şumerlərin adları ilə bağlı hansı ilklərdən danışa bilərik? Məsələn, eradan əvvəl 4-cü minillikdə onların ilk deməli yazıları meydana gəlmişdi. Söhbət təbii ki, şəkli yazıdan gedir. İlk yazılar Uruk şəhərində idi. Uruk şəhərində meydana gəlmişdi. Yaxşı, deyə bilərikmi ki, Şumerlərin ilk şəhəri də Uruk şəhəri idi? Xeyr. Şumerlərin ilk şəhəri Erodu şəhəri hesab olunur. Erodu şəhəri. Eradan əvvəl 4-cü minillikdə Şumerlərlə bağlı ilk şəhərlərin meydana gəlməsini də qeyd edə bilərik. Eradan əvvəl 4-cü minillikdə Ulduz çarxı əsasında təkərin yaranmasını qeyd edə bilərik. Eradan əvvəl 4-cü minilliyin əvvəllərində Misir, 4-cü minilliyin ortalarında tunc əldə etməyi öyrənmişdi. Şumerlər adları ilə bağlı bunu qeyd edə bilərik. Eradan əvvəl 4-cü minilliyin sonu, eradan əvvəl 3-cü minilliyin əvvəllərində Şumer şəhərləri Şumer şəhər dövlətlərinə çevrilmişdilər. Yaxşı, eradan əvvəl 3-cü minilliyin əvvəllərində Şumerlər nəyi yaratmışdılar? Bunu da yorumda qeyd eləyək. Məhz eradan əvvəl 3-cü minilliyin əvvəllərində nəyi yaratmışdılar, nədən istifadə etməyə artıq başlamışdılar? Bunu da yorumlarda qeyd eləyirik. Bugünkü dərsimiz bu qədər. Çünki dediyimiz kimi əsas yerlərə toxunacaqdıq. Digər yerləri hamımıza məlumdur. Amma sualların cavabını yorumda qeyd etməyi unutmuruq.